Kadın kişinin seksual köləsi deyil. O firmalar Azərbaycan cəmiyyətini dağıdacaq. Cəmiyyətdə problemə yaramasa səbəb olur, cavabı budur. Heç bir insan hər yerdə eyni xarakterdə olmamalıdır. Bizdə olsa belə şey, məsələn biz çox pis baxarıq. Salam, hər vaxtınız xeyir olsun News 24-ün daimi izləyiciləri. Reallığın izi ilə verilişimizin bugünkü qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Salam Sərdar bəy, hər vaxtınız xeyir olsun. Salam, akıbətiniz. Sərdar bəy, qadınların siyasətdə rolunu necə qiymətləndirirsiniz? Sizcə qadınlar siyasətdə daha fəal iştirak etməlidir, yoxsa bu sahə hələ də kişilərin meydanıdır? Əvvələn deyim ki, bu bəşər tarixinin özü iki mərhələyə bölünür. Bir madərşahlıq dövrü, bir padərşahlıq dövrü. Əvvəlcə madərşahlıq dövrü olub, yəni qadınların hakim olduğu bir tarixi dövr olub. Rolunun böyük olması. Nəyə görə? Bu əsas yığıcılıq dövründə olub, tarixin yığıcılıq dövründə. Həmin dövrdə əsas məşğuliyyət nədən var? Təbiətdə olan qidalardan yığıb gətirmək, evdə ailəni saxlamaq, lori dildə desək. Bu işdə də qadınların böyük rolu olub. Ona görə də həmin dövr qadınlar hakim olublar. Sonraki ovçuluq dövrü başladı. Fiziki əməyə ehtiyac oldu. Cəsarətə ehtiyac oldu. Kişilər yavaş-yavaş keçdi qabağa və padişahlıq başladı. Və bugünkü günə qədər yaşandığımız tarixin müəllifi kişilərdir. Qanunlar kişilər verir, hakimiyyətdə kişilərdir, mədəniyyətin istiqamətini, tarixin istiqamətini, hər şey kişilər müəyyəndir. Yəni qadınlar tarixin bu padişahlıq dövründə tarixin müəyyən edilməsində heç bir rol almayıbdır. Son vaxtlar bu demokratiyanın inkişafı ilə bağlı artıq qadınlar yenidən belə deyək də hakimiyyətə qədəm qoymağa başladı. Hakimiyyət deyəndə yalnız siyasi hakimiyyətdən söhbət gedir. Ailədə hakimiyyət, mədəniyyətdə, elmdə müəyyən yer tutmaq, cəmiyyətdə yer tutmaq və s. və s. Və bu proses qadın və kişilərin bərabər əsasda ictimai siyasətdə iştirakına qədər inkişaf edəcəkdir. Söhbət nədən gedir? Söhbət qadının xarakterindən, kişi xarakterindən fərqlərindən. Qadın psixologiyası, kişi psixologiyasından fərqlənir. Baxın, qadın içəriyə, daxilə istiqamətlənmiş bir varlıqdır. Kişi eşiyə istiqamətlənir. Ona görə kişinin həyatının böyük bir hissəsi evdən kənarda keçir, qadının həyatının böyük bir hissəsi evdə keçir. Digər tərəfdən qadının xüsusiyyəti o analığına bağlı sülhə meyillidir, pasifistdir qadınlar. Qadının müharibəyə, döyüşməyə həm fiziki gücləri yoxdur, həm aqressivləri yoxdur, həm zorakılığa meyilləri yoxdur. Ona görə də qadınların böyük çoxunluq təşkil elədiyi siyasi hakimiyyətdə hakimiyyətin özü pasifist olur. Çox belə siz deyən işğal etməyə, asmağa, kəsməyə, daxildə də müəyyən bir sərt qanuna tətbiq etməyə imkan vermir. Ona görə də təbii ki, qadınların ictimai-siyasi həyatında iştirakı qlobal və tarixi bir problemdir. Avropa tarixində çox nəhəng elmi kəşf edən qadınlar var, dövlət xadimləri var. Amerika ordusuna, məsələn, qadınlarla kişilər bərabər sayda çağırırlar. Orada generallar var, qadın generallar var, özü də ən çətin, ağır hərbi xidmətlərdə. Polisin yarısı qadındır. Yəni, ona görə də Amerika cəmiyyətinin inkişafının əsas stimullarından da biri qadının enerjisindən, qabiliyyətindən, bacarığından cəmiyyətin inkişafında iştirak etmələridir. Amerika Konqresinin 2 sədri var, respublikaçılar və ikisi də qadındır. Yəni, bu baxımdan demək istəyirəm ki, qadınların ictimai-siyasi həyatda iştirakı tarixin sürətli yaranması, zəngin yaranmasına gətirib çıxarır. Bu baxımdan təbii ki, bizim cəmiyyətdə də qadınların çox zəif, demək olar ki, deklarativ ictimai-siyasi həyatda iştirakı cəmiyyətdə yaranan problemin bir çoxunun əsasında dayanır. Sərdar bəy, bayaq bir məsələyə toxundunuz ki, qadınlar müharibəyə getmir, savaşlarda iştirak eləmir, amma biz Avropa ölkələrinin əksəriyyətindən bilirik ki, İsraildə, Amerikada, Norveçdə və digər ölkələrdə... Ona görə də onlarda inkişaf vardır. Məsələn, Norveç dünyada adam başına düşən gəlirə görə birinci yerdədir. Özünü xoşbəxt hiss edən insanlara görə birinci yerdədir. İsrail dünyanın ən güclü ölkələrindən biridir. Baxmayaq ki, az sayılıdır, özündən 10 dəfə sayı çox olan xalqlarında ağalıq edir. Bu nəyin hesabında? O dediyiniz kimi qadınların da ictimai-siyasi həyata cəlb etməsinin hesabından. Onlar təkcə orada deyil, baxın parlamentdə, dövlətin idarə olunmasında, məhkəmə sistemində, prokurorluq sistemində, polis sistemində. Yəni, hara baxırsan, Amerikada qadınlar var. Bəs biz deyə bilərikmi ki, 20, 30 il, 50 il sonra bizdə də döyüşə qadınlar Şərq ölkələrində artıq bu istiqamətdə müəyyən addımlar atılır. Məsələn, Bənazir Bhutto Pakistanın baş naziri oldu, bilirsiniz, 2 dəfə onu. Biz tarixə müraciət etsə baxacaq ki, Azərbaycan türklərinin tarixində qadınlar eyni ilə, indi mən dediyim bu qəbdəki kimi, ictimai siyasi həyatda kişilərlə bərabər iştirak edib. Həm döyüşüblər,
həm hakimiyyətdə təmsil olunurlar, həm diplomatik xidmətlər yenilir. Məsələn, Uzun Həsənin anası Sara xanımı götürək, Cahan Şahın arvadı Can xanımı götürək və yaxud da 1-ci Şah Abbasın həyat yoldaşını götürək ki, bunlar ərləri başqa bir kişilərlə, başqa hökmdarlarla, qadınlar da öz xəttləri ilə dövlətlər arasında münasibəti yoluna qoymaq, müəyyən bir konfliktlərdə aktiv iştirak ediblər. Yəni türk törəsinə görə, türk adət-ənənəsinə görə bizdə qadınlarla kişilər arasında qeyri-bərabərlik yoxdur. Yəni süni qeyri-bərabərlik olmayıb heç vaxt. Əksinə bizdə qadın kultu daha güclü olub. Sərdar bəy, sizcə bu gün ənənəvi ailə modeli dəyişibmi? Çünki biz sanki hiss edirik ki, 20 il bundan əvvəl olan ailədə bir-birinə hörmət, kişinin dominantlığı və s. görünmür sanki. Baxın, bu Otto Weininger adında bir məşhur Amerikan psixoloq var. O deyir ki, cinslər tarixin müəyyən dövründə başlayıb ayrılmağa. Ona görə biz tarixin harada olduğunu bilmirik. O demək ki, cinsi bölgü hələ inkişaf edici ola bilsin, gələcəkdə tamamilə başqa bir cinsi bölgəyə rast gələcək. Yəni bugün Hindiçin yarımadasında bir çox xalqlarda ənənəvi olaraq min illərdir bu cürə 2-ci, 3-cü, 4-cü cins deyilən insanlar var ki, onlar da bu və başqa şəkildə bu ailə institutunda iştirak edirlər. Məsələn, çox maraqlı bir fakt var. Tibetdə çox ərlilik var. Bir qadının 5-6 əri olur. Orada qadınların sayı az olduğuna görə bir qadın eyni vaxtda 5 ərə gedir. Bəzi ölkələrdə əksinə çox arvadlıq var. Arvadların sayı çoxdur, kişilərin sayı azdır. Ona görə də 1-2, 4-5. Bu da ailənin quruluşuna, formasına təsir. Bu bir. Bizdə ən çox mübahisə nə üstündədir? Qızın ailəsinin ailəyə müdaxiləsi və ya oğlanın ailəsinin müdaxiləsi. Amma bu qabaqcadan razılaşdırılmış bir həcməyə salınarsa, qaydaya salınarsa, ailələrdə belə ciddi problemlər olmaz. Yəni, onu demək istəyirəm ki, sizin başa düşdüyünüz kimi bu klassik ailə deyilən məsələ, necə ki, tarixdə hər şey inkişaf edir, ailə də inkişaf edir. Məsələn, biz deyirik, ailə dövlətin prototipidir. Baxın, görün, neçə cür dövlət tipi var. Amma bir dənə ailə tipi tanıyırsınız. Ərinlə arvad evləndi, oldu. Halbuki dövlət tipləri fərqləndiyi kimi ailə tipləri də fərqlənir. Biz dünyada müxtəlif türə ailə, hətta tarixə müraciət edəcək. Görəcək, tarix boyunca da müxtəlif ailə formaları olub. Sərdar bəy, siz ailə institutuna toxundunuz. Elə oradan bir ağlıma sual gəldi ki, qadınların bu gün cəmiyyətdə sərbəst və azad olması sizcə ailə institutuna zərər verirmi? Bu əksinə baxsan qadına münasibətdən asılıdır. Məsələn, qərbdə birinci qadına insan kimi baxırlar. Sonra qadın kimi baxırlar. Azərbaycanda birinci qadın kimi baxırlar, sonra insan kimi. Nə deməkdir bu? Məsələn, bir alim çıxıb məruzə oxuyacaq. Kişilər birinci ona baxır ki, bu qadın kimi necədir? Bədən quruluşu, gözəlliyi və yəni ona bir qadın kimi baxır. Avropada isə əksinə bir alim çıxır, birinci onun alimliyi var, sonra qadınlığı yadına düşür ki, bu qadındır. Bu da nəyə gətirib çıxarır? Qadınların bizim kimi cəmiyyətdə də aktivliyi, ailələrin dağılmasına, qadınların seksual obyektə çevrilməsinə gətirib çıxarır. Bu proses dəyişməyənə qədər Azərbaycanda qadınların ictimai-siyasi aktivliyi cəmiyyətə ziyan vuracaq. Baxın, bugün ailələr, dağılan ailələrin 90% qadınların o siz dediyiniz kimi cəmiyyətə daxil olması ilə bağlı. Düzdür, evdə qalanların da arasında bu məsələlər var. Bu nədir? Bizim qadına münasibətimiz dəyişilməlidir. Qadın kişinin seksual köləsi deyil. Qadın da bir şəxsiyyətdir. Bizim ən böyük problemimiz odur ki, qadınlar da özlərinin şəxsiyyəti, məsələn, nə deməkdir bu özlərini boyamaq və gedib bu operasiyalar eləmək? Qadınlar niyə özlərini bu cürə gizlətmək istəyirlər? Mən dedim, o qadın psixologiyasıyla bağlıdır. O intensiv varlıq olduğuna görə o zahirdən özünü maskalamaq. Və sonradan nə olur? Sonradan həmin o kraskalanmaq, o kosmetik şey dəyişilmə. Qadınların real şəxsiyyət müstəvisindən seksual obyekt müstəvisinə keçməsinə gətirib. Qadınlar nə? Dodaqlarını qızardır. Niyə dodaqlarını qızardır? Məsələn, gözlərin belə, niyə eləyir? Daha çox seksual olsunlar. Bugün Azərbaycanda seksual tərəfi qabardırmaq prosesi gedir. Nə edirlər? Gedib dodaqlarını silikon eləyirlər. Gedirlər, buradan paltar gelir, qarınlarını açıq saxlayırlar, qollarını açıq saxlayırlar. Yəni, kiləri qıcıqlandıran o qadın bədənində, o elmi şəkildə deyim, erogen zonalar. Onlar daha çox qabardırlar. Buna nəyə gəlir? Qadının seksual obyektə çevirir. Halbuki qadın sosial varlıq olmaq üçün özü, məsələn, Amerikaya gedin, indi bilmirəm, gedibsiz ya yox. Yox. Mən dəfələn Amerikada qadınlar dəmir yolcu paltarları kimi geyinirlər. Lord, kişi paltarı geyir, amma lord belə baxırsan, bir dənə Amerikada siz kosmetikadan istifadə edən qadın görə bilmərsiniz. Bir dənə. Feminizm hərəkatının əsasında nə dayanır? Feminizm hərəkatı qadının, kişilərin seksual obyekti olmaqdan azad etməsi dayanır. Əslinə baxsan,
Amma bizdə Azərbaycanda feministlərin məqsədi nədir? Qadın əksinə daha çox seksual obyekt olsun. Ona elə bir azadlıq versin ki, kim istəyir ondan yatsın, dursun, məsələn. Halbuki klassik feminizmin başında duran Rosa Luxemburg'dur, sonra Clara Zetkin'dir, Baudrillard'dır, Angela Davis'dir. Bunların məqsədi nə idi? Qadın da kişi kimi şəxsiyyətdir. Qadın kişinin bir seksual obyekti olmamalıdır. Bütün bunlar hamısı Azərbaycan cəmiyyətində ciddi problem kimi durur və bu problemlə məşğul olan heç kəs yox. Nəyə görə Avropada qadınların ictimai-siyasi aktivliyi cəmiyyətin inkişafına səbəb olur? Bizim kimi ölkələrdə qadınların ictimai-siyasi aktivliyi cəmiyyətdə problemlər yaranmasına səbəb olur? Cavabı budur. Qadın özünü şəxsiyyət olmaqdan daha çox bioloji tərəf kimi təqdim eləyir və bu zamanda konkret, məsələn, bizdə Quranda var, Allah Teala da evdə qəşəng bəzənin, bütün qızıllarınızı taxın, yəni ərinizə. Küçəyə çıxanda mütəvazı olun. Bizdə tərsinədir, qadın evdə, məsələn, əksər qadın evdə ən pis paltarlarını geyirlər, pintiza, eşiyə çıxır, 2 saat hazırlaşır, çıxır eşiyə. Onda burada sual olur, bu qadının hərəkəti haqqında nə durur? Əgər bu bir kişiyə xoş gəlməksə, birinci öz ərinə xoş gəlməkdir. Mən evdə bəzənməlidir, ev üçün bəzənməlidir. Yox əgər bu evdə bəzənmirsə, çölə çıxanda bəzənməlidir. Demək, bu başqaları üçün daha maraqlı olmaq istəyir. Ona görə belə cəmiyyətdə qadınların ictimai-siyasi həyatda çox ciddi problemlərlə müşahidə olunur. Rəsmi şəkildə cəmiyyət həyatına iştirak edənlərin 90%-i ərsiz qadınlardır, ərləri yoxdur. Qadınlar iştirak eləmir, bir problem yaranır. Qadın bu cür iştirak edib başqa bir problem yaranır. Qadının ictimai siyasətdə düzgün iştirakı cəmiyyətin xilasını yeyir. Ona görə də nə deyirdi Hüseyn Cavid? Bəşəriyyət qadınla yüksələcəkdir. Bugün Avropa, Amerikanın yüksəlməsinin əsas qaynaqlarından biri qadın ağlından, qadın psixologiyasından, qadın emosiyalarının cəmiyyətin və dövlətin inkişafı üçün istifadə edilməsi durur. Doğru. Bəs Sərdar bəy, geyim əxlaq ölçüsüdürmü? Geyimin özünün çox böyük funksiyaları var. Bundan bağlı bir məqalə yazmışam. Geyim birincisi biləsiniz, hakimiyyət vasitəsidir. Lap əvvəl geyim insanı təbiətdən qoruyubdur. Yəni soyuqdan, istidən qorunmaq üçün ibtidai insan bir dərini atıb çiynindən vəhşi heyvandan qorumaq. İkinci mərhələdə geyim cinsi diferensiasiya üçün qadınlar ayrı geyinib, kişilər ayrı geyinib. Üçüncü mərhələdə geyim iyerarxanı göstərir. Sən şahsən, mən nökərəm, sən başqa cür geyinirsən, mən başqa cürəm. Dördüncü mərhələdə xüsusi geyimlər var, universal məktəblərin geyimi, hərbiçilərin geyimi, həkimlərin geyimi. Beşinci mərhələdə, artıq axırıncı mərhələdə paltar cəmiyyətləri idarə etmək üçün bir vasitədir. Necə? Mən bayaq dedim, qadının geyimindən asılıdır onun seksual obyekti olması və yaxud da şəxsiyyət olması. Bəzi firmalar var ki, bizim kimi ölkələrə elə paltarlar istehsal edib göndərirlər ki, o paltarı geyinəndə qadın istəsə də, istəməsə də avtomatik olaraq sosial varlıqdan bioloji varlığa çevrilir, görsənir kişinin gözündə. Bu da cəmiyyətləri pozmaq üçün, cəmiyyətləri idarəmizə istifadə olunur. O firmalar Azərbaycan cəmiyyətini dağıdır. Sərdar bəy, sizcə Azərbaycan kişisi necə olmalıdır? Sərt və dominant, yoxsa anlayışlı və bərabər hüquqlu? Heç bir insan hər yerdə eyni xarakterdə olmamalıdır. İnsanın xüsusiyyətləri qarşısındakı və düşdüyü vəziyyətlə bağlı. Məsələn, düşmənin qabağında sərt olmaq lazımdır, dostun qabağında həlim mehriban olmaq lazımdır. Ailədə tutaq ki, həddən artıq tolerant olmaq lazımdır. Qadın qabı sındırdı, qabı yumadı, qadın onu götürürkən baltanı düşür üstünə. Belə olmamalıdır. Yer var ki, bəli, sərt olun. Uşağın tərbiyəsində, sərt bizim bir məşhur atalar, məsələn, uşaqlarınızı peyğəmbərlərə çevirməyin ki, gələcəkdə sizdən qurban tələb edəcək. Yəni, uşağı böyüdürsən, nə edirsən, əcəb edib, dəymə. Məsələn, belə uşaq həddən cəmiyyət üçün də çox qorxulu. Elə də, məsələn, nə qadını həddən artıq belə tutaq ki, öz başına buraxmaq olar, nə də qadını tutaq ki, evdə ev dustağı eləyir və ya da bir məhbus kimi onun üzərində kişi hakimiyyətini bərpa edilmir. Bütün bunlar hamısı baxır yerinə, hadisənin mahiyyətinə, qarşı tərəfin davranışına. Təbii ki, kişilərin də ailədə həddən artıq yerinə görə, övladların və arvadın davranışlarına görə özünə məxsus xarakter və güc nümayiş etdirməlidir. Yoxsa elə gözümü yumdum, pis oldu, yaxşı oldu, özümü deyim, kişi sərt olar, belə şey yox. Məsələn, Azərbaycanda kişilərin ağlanmağına həddən artıq pis baxırlar, düzdürmü? Halbuki insan yeganə varlıqdır ki, o həm ağlaya bilir, heyvanlardan fərqli olaraq, həm də gülə bilir. Hətta ağlamaq bəzi heyvanlar və gülmək yox. İndi bir kişi tutaq ki,
belə bir tərbiyə, ay kişi gülməzdi. Baxırsan, övladın toyunda da əlin qaldırıb oynamaq istəmir, gülmək istəmir. Bu da insanlarımızda psixoloji gərginlik yaradır. Azərbaycan cəmiyyətində bu sosial neqativ halların arxasında bir də insanların özünü tam realizə eləyə bilməməsidir. İkinci məsələ kompleks məsələsidir. Azərbaycan ailələrində oğlan uşaqlarını, qız uşaqlarını elə tərbiyə edirlər ki, onlar kompleksi böyür. Kompleksli insan neynir sonra psixoloji olarak? Ondan sonra o bir kompensasiya axtarır. Yəni uşaq vaxtı atan sənə mütəmadi o yerində bunu eləmə, onu eləmə, böyümüsən. İndi sən bir şey eləmək istəyirsən, amma o uşaqlıqdan sənə gələn o şey var. Onda sən bir dənə kompensasiya mexanizmi tapmaq istəyirsən. Hə, məsələn, çirkin qızlar niyə çox bəzənir? Buna kompensasiya deyilir. Bəzəklə öz çirkinliyini kompensasiya edir. Elədir də davranışlarda belə bir kompensasiya var. Kompleks adamlar müəyyən bir yaşa çatandan sonra cəmiyyət həyatında çalışırlar ki, o kompensator mexanizmlərlə uşaqlıqda yaşanmayan o yaşantıları yaşasınlar. Və bu gün müasir dövrdə inkişaf etmiş cəmiyyətlərin hamısında uşaqla valideyn dostdur. Uşaq özünün ən intim məsələlərini belə valideynlə danışır. Bizdə olsa belə şey, məsələn biz çox pis baxarıq da ki, bu nə danışır uşaq? Amma bu əksinə uşağa münasibətlə bağlıdır. Biz özümüzü Azərbaycan ailəsində uşaq üzərində despotik bir hakimiyyət və valideynlərin despotik bir hakimiyyəti var. Uşağın nə düşündüyünü, uşağın nə istədiyini, uşaq bu hərəkəti niyə eləyir, düşünmür valideyn. Bu uşaq niyə bunu şuluq elədi və də bu hərəkət elədi? Özü uşaqlıqda onun özünə necə münasibət bəslənibsə, həmin məsələni proyeksiya eləyir uşağına. Məsələn, uşaqlıqda döyülən valideynlər mütləq uşaqlarını döyülməyə meyilli olurlar. Sərdar bəy, sizə çox təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Fikirləriniz və sizin bildirdiyiniz məsələlər toxunmanız məncə insanlar üçün maraqlı olacaq və insan cəmiyyət arasında maraqlı olacaq. Ümid edirəm. Çox sağ olun. Amma mən düzgün başa düşdüm. Mən burada ifadə etdiyim fikirlərin 90% elmi fikirlərdir. Mən də demədim ki, filan alim belə deyil, filan alim elə. Amma bir şey bilsinlər, dediyim fikirlərin 90%-i dünyanın ən məşhur sosiologlarının, alimlərinin fikirləridir.